Salam əzizlik sevərlər, əziz izləyicilər. Bugün mən sizlərlə Müşfiq Əliyevin qarşılıq tapşırıqlarının hər bir videoda 20 testin izahını verəcəm. 161 testim 140-dan 161-ə qədər olan hissənin izahını verəcəm. Növbəti videomuzda 140-dan 120-də 140-a qədər olan hissənin izahını verəcəm sizlərə. Başlayaq 140-cı sualımızdan. 140-cı sualımızda bizə deyir ki, təqvimdə 2021-ci ildir. Bu ədədin rəqəmləri cəmi 5-dir. Ən yaxın neçə il əvvəl rəqəmlərin cəmi belə idi. Görürsünüz, aşağıda bizə illər verir. Biz bunu daha rahat tapmaq üçün variantlarla işləyək. 2021-dən 3 il çıxanda neçənci il eləyir? 8, 1, 0, 2, 2018. İndi baxın, görün, 2018-in rəqəmləri cəmi 5 mi eləyir? Xeyr. Rəqəmləri cəmi eləyəcək 11. Deməli, A variantımız bizim doğru cavabımız deyil. A variantımız getdi. B variantımızda deməli 9 ildir. 2021-dən 9 çıxanda 2, 1, 0, 2. 2-nin üstə 1 gələndə 3, üstə 2 gələndə 5. Deməli 9 il əvvəl heç digər variantlara baxıb vaxtımızı itirməyə dəymir. 9 il əvvəl bu ilin rəqəmləri cəmi 5 eləyəcək. 141-ci sualda 141-ci sualda deyir ki, uşaqlar həyətin bir tərəfini növbə ilə addımları ilə ölçürlər. Ölçmənin nəticələri belə oldu. Məhərdə 32 addımdır, Sahibədə 35 addımdır, Bakirdə 33 addımdır, Nizamidə 31 addımdır, Cəmilədə isə 36 addımdır. Yadınızda saxlayın ki, addımları daha kiçik olan insan addımları yəni addım sayı az olan insanın addımı daha uzundur ki, bu qədər məsafəni daha az addımla gedib. Ona görə burada ən az addımı olan Nizamidir. Bizdə də variant D variantı. 140B, 141 D variantı olacaq. 142-ci suala baxaq. 7 qələm 3 qələmdən 3 manat 20 qəpik bahadır. Bax, 7 qələm, qələm x-dır. 7 x 3 qələmdən çıxaq 4 3 x bərabərdir. Bunların fərqi bahadır deyəndə bunların fərqi neçədir? 3 manat 20 qəpik 320 edir. Düzdürmü? 4x bərabərdir 320-yə. X bərabərdir 80-ə. Deməli, bir qələmimizin qiyməti neçə qəpikdir? 80 qəpik. Yəni, bu sualımız bu qədər sadə bir izahla bizə verilib. Sonraki misalımızda 43-cü sualda. 143-cü sualda deyir ki, Musa aşağıda təsvir olunan hədəfə güllə atır. O 3 dəfə güllə atmaqla neçə xal toplaya bilməz? 3 dəfə güllə atırsa, o A variantında 30, A variantında 30 ala bilər. Bəli, 3 dəfə atırsa 3'ü də ona düşə bilər. Bu hal mümkündür. B variantında 90. 3 dəfə atırsa 3'ü də düşə bilər 30'a. Mümkündür. C variantında 130. Deməli, 130'u deməli, burada 130 alabilirmi? 2 dəfə 40'a düşsə 130 ala bilmir. Amma 110 alır. 110'u 2 dəfə 40'a atsa, bir dəfə də 20'ye atsa, 30'a atsa 110'u alır. Ama C variantını, bu D variantıydı. C variantını 130 alabilmir. 2 dəfə, 3 dəfə 40'a da atsa 120 alacaq. 3 dəfə 30 atsa 130 alacaq. Yəni bu şəkildə heç bir halda uyğun gəlmir. Yəni cavabımız olacaq C variantı. 144-cü sualımız. 144-cü sualımızda bizə deyir ki, 144-cü sualımızda bizə deyir ki, sıraha gün şənbə günü idi. Baxın, bu gün, dünən, sıraha gün. Düzdürmü? Bu gün, dünən, sıraha gün. Sonra sıraha gün şənbə günü idi. Bu şənbədir. Dünən bazardı, bu gün birinci gündür.
Sabah Faiqin ad günü olacaq. Yəni ikinci gün. İkinci gün həftənin hansı günüdür? Çarşamba axşam. D variant. Yəni bu şəkildə baxın. Bugün, dünən, sıraha gün. Bu şəkildə yazıb hər günümüzü belə qeyd edə bilərik. 145-ci sualda. Deyir, Nihatın pul kisəsində əlavələrimizi silək. Nihatın pul kisəsində 4 kağız pul var. 1 manatlıq, 5 manatlıq, 10 manatlıq və 20 manatlıq. O qalıq qaytarılmadan hansı məbləği verə bilməz? Qalıq qaytarmadan məbləğ verə bilməz. 16 manatı verə bilər. Bir dəfə 10 manat verir, bir dəfə 5 manat verir, bir dəfə 1 manat verir. Düzdürmü? Eləyəcək 16 manat verə bilər. 21 manatı 20 manat plus 1 manat verə bilər. 35 manatı 20 manat plus 10 manat plus 5 manat verə bilər. 19 manatı verə bilməz. Çünki 10 plus 5 plus 1 16 edir. 20 minus 1 eləyə bilməz. Ona görə D variantı bizim doğru cavabımız olacaq. 146-cı şəkildə. Baxın, 146-cı şəkil biraz sizə qəribə və qəliz gələ bilər. Tərəzilər mövzusudur. 146-cı şəkildə deyir ki, şəkildəki konstruksiyada 64 qram çəki tarazlıqdadır. Kvadrat simvol neçə qram çəkini göstərir. Baxın, burada kvadrat, bu hissə ümumi 64-dürsə, deməli, bura 32-dir, bura 32-dir. Düzdürmü? Baxın, burada da bu hissə 5 bucaqlı 16-dır ki, bu da 2 yerə bölünür. Baxın, bu da 16-dır. Ona görə bu eləyəcək bizə 16 verəcək ki, baxın 16 ilə 16 bir-birinə bərabərdirsə, deməli bunun çəkisi də 16-ya bərabərdir. Aydındırmı? Bu 16-dırsa 2 yerə bölsək 8. Bir dənə kvadratımızın qiyməti 16-dır ki, bir-birinə bərabərdir. D variantı cavabımızı eləyəcək. Kvadratı soruşur bizdən. 32, 16, 16-ya bərabər eləməsi üçün də bəli. Sonra 147. Otaqda 3 yeşik var. Birinci yeşikdə digər ikisinin hər birindən 12 dənə çox nar var. Birinci yeşikdə ikinci və üçüncüyə neçə nar köçürülsə, hər 3 yeşikdə eyni sayda nar olur. Baxın, 12 yeşikdən mən 8 narı paylaya bilərəm ki, hərəsində 4-dür. 12-dən 8-in çıxanda burada qalır 4. Hərəsində 4 paylayanda eləyəcək 4. Deməli, hər yeşikdə neçə dənə nar olur? 4 dənə nar olacaq. Mən burada təxmini dedim ki, 12-dən olan yeşikdə 8 dənə nar götürsək, hər birində 4 dənə qalacaq. Sonra gəldik 148-ə. 148-ci sualda deyir ki, kitabın səhifələnməsi üçün 55 rəqəmdən istifadə olunub. Kitab neçə səhifədən ibarətdir? Səhifələnməsi üçün 55 dənə rəqəmdən istifadə olunub. Kitab neçə səhifədən ibarətdir? Bunu necə tapırıq? Deməli, bunu tapmaq üçün kitab neçə səhifədən ibarətdir? 55 dənə rəqəmdən istifadə olunubsa, bir səhifəmiz, bir səhifədə 2 rəqəm istifadə olunur. 3 çıxırıq. Neçə qalır? 52. 52-ni böləndə 2-yə neçə düşəcək? 26. 52-ni bölə 2-yə 26. İndi baxın, burada belə deyirik. Kitab neçə səhifədən ibarətdir? 55 dənə rəqəmdən istifadə olunub. Bunun bir dənə düsturu var. Bunu videonun sonunda sizə deyəcəm. Ayrıca qrupada videosunu ataram. Vaxtımız çox gedəcək. Kitab neçə səhifədən ibarətdir? Bir səhifədə 2 rəqəm var. 3-dən başlasaq, 55-dən 3 anda 52. Neçə səhifədən ibarətdir? 55. Bir səhifədə 1-dən 9-a qədər bizim neçə rəqəmimiz var? 9 rəqəmimiz var, düzdürmü? 1-dən 9-a qədər 55-dən 9 çıxanda eləyəcək 46. 46 eləyəcək. 46-nı da hər səhifənin
46 rəqəmimiz var da. 9 səhifə buradan 46-nı da 2-yə bölsək eləyəcək 23. 23. 55 rəqəmindən istifadə olunubsa, 1-dən 9-a qədər, buradan yazımda 1-dən 9-a qədər 9 rəqəm var. 10-dan 20-yə qədər 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19. Bir də 20. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22 dənə rəqəm var. 55'i tamamlamaq üçün 20'dən, 21'dən 30'a qədər də 21'dən 30'a qədər 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30. 22 rəqəm var. 44, 9. Deməli 44. 44 rəqəm buradan, 9 rəqəm oradan. Eləyəcək 3, 53, 2 dənə də bu. Deməli bizim kitabımız neçə səhifədən ibarətdir? 30. Bu eləyəcək 53. Bizə də 55 lazımdır. 2 səhifə 32. 32 formasından bir cavabımız alındı. Kitabın səhifəsini 3'dən başlasaq. 42. Aha, ondan başlasaq da 2 rəqəmlilərdən başlasaq 1-dən 9'a qədər yox. Bu eləyəcək neçə? 3'dən başlasaq 3'dən 9'a 1, 2, 3, 4, 5, 6, 3, 4, 5, 6, 7, 8, 9. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6, 7 dənə. 9 yox, 7 dənə gəlsək 44'ün üstünə 7 gəlsək 1, 51, 4 dənə səhifə lazımdır. 34 eləyəcək, amma cavabımız 42'dir. Bunun bu 42'dir də, 48'də bəli. Bunun qaydasını sizlərlə bölüşəcəm. 148-ci testimizi kənarda bir yerdə qeyd edirəm. Deməli 149-cu testimizə baxaq. 149-cu testimizdə deyir ki, Babəkin yaşadığı küçədə evlər 1-dən 36'ya dək nömrələnib. Tək nömrəli evlər küçənin sağ tərəfində, cüt nömrəli evlər isə küçənin sol tərəfində yerləşir. Sağ küçədə yerləşən evlərin nömrələnməsində 3 rəqəmindən neçə dəfə istifadə olunub? Deməli sağ tərəfində. Sağ tərəfində nə işlənib? Cüt tək nömrəli evlər küçənin sağ tərəfində. Təklər 1-dən 36'ya qədər təklər hansıdır? 1, 3, 5, 7, 9, 10, 11, 10 neydi? 11, 13, 15, 17, 19, 21, 23, 25, 27, 29, 31, 33 və 35. Və bizə deyir ki, küçənin sağ tərəfində, sağ küçədə yerləşən evlərin nömrələnməsində 3 rəqəmindən neçə dəfə istifadə olunub? 3 rəqəmindən neçə dəfə istifadə olunubsa, biz buradakı 3'ləri sayırıq. 1, 2, 3, 4, 5, 6, 7 dənə. 7 dənə 3 rəqəmindən istifadə olunmuş olacaq. Bu şəkildə yazdıq, saydıq və tapdıq. Növbəti misalımız 150-ci sual. Gülər ardıcıl gələn 7 dənə ədəd yazdı və bu zamanın ən böyük ədədin ən kiçik ədəddən 2 dəfə böyük olduğunu söylədi. Ən kiçik ədəd neçə idi? Ən kiçik ədəd deyirsə, 7 dənə ədəd yazdısa, ən böyük ədədin ən kiçik ədəddən 2 dəfə böyük olur. Məsələn, 5 deyirsə, 5'dən 7 dənə ədəd, ardıcıl gələn 7 dənə ədəd yazırsa, növbətçisi 7-ci ədədimiz 12'dir. Məsələn, 5, 6, 7, 8, 9, 10, 11, 12, 1, 2, 3, 4, 5, 6, 7. 7-ci ədədimiz 11'dir. Ən kiçik ədədimiz 5 yazsa 1, 2, 3, 4, 5, 6, 7. 7-ci ədədimiz 11'dir. Düzdürmü? 11'dir. Sonra 7 yazsa 7-ci ədədimiz eləyəcək 13, 7, 8, 9, 10, 11, 12, 13. Bəli, 13'dür. 8 yazsa 16, 7 yaz 15, 14'dür. 6 yazsa 11'dir. Düz mü dedim?
6 yazsa 12 eləyəcək. 6 dənə, 7 dənə cardacı yazsa 12. Deməli cavabımız D variantı 6-dır. 151. Mağazada 2 təkərli və 3 təkərli velosipedlər satılır. Aha, diqqətlə qulaq asaq. 2 təkərli və 3 təkərli velosipedlər qoyulub, xüsusən 13 təkər və 6 sükan saydı. Velosipedlərin neçəsi 2 təkərli idi? Aha. 6 dənə. Məsələn, 6 dənə 2 təkərli olsa, 6 dəfə 2, 12 eləyir. Olmur. 3 dənə 2 təkərli olsa 6, 13-dən 6 çıxanda 7, 3 təkərli olmur. 5 dənə 2 təkərli olsa 5 vuraq 2 bərabərdir 10. Bir dənə də 3 təkərli olur. Bərabərdir 3. Cəmi 13 təkər və 6 sükan olacaq. Cavabımız olacaq B variantı nədir? C variantı. 5 dənə 2 təkərli, bir dənə də 3 təkərli saymış olacaq. 152-ci sualda. 152-ci sualda deyir ki, rəsm dərnəyində 35 oğlan və 51 qız məşğul olur. Tədris ilinin sonlarına yaxın hər həftə dərnəyi bir oğlan və 3 qız tərk edir. Neçə həftədən sonra dərnəkdə olanların sayı qızların sayının eyni olacaqdır. Deməli, hər həftə bir oğlan və 3 qız tərk edir. Deməli, bir oğlan və 3 qız tərk edirsə, neçə həftədən sonra qızların sayı eyni olacaqdır. Variantlarla işləyək. 2 həftə olsa, neçə oğlan tərk edir? 2 oğlan tərk eləyəcək. 6 dənə də qız tərk eləyəcək. Düzdürmü? 2 oğlan tərk eləsə, 35-dən 2 çıxsa 33, 51-dən də 6 çıxanda eləyəcək 45. Bunlar bərabər deyil. Deməli, A variantı bizim cavabımız deyil. 4 həftə keçsə, 4 həftəyə 4 oğlan çıxacaq. 12 dənə də qız çıxacaq. 4 oğlan çıxsa 31 bu eləyir. 12 çıxsaq da 39 da qız eləyəcək. Ona görə qızların sayı, oğlanların sayı eyni deyil. 5 həftə keçsə 5 oğlan və 15 qız tərk eləyəcək. 30, 51-dən də 15 çıxanda eləyəcək 6, 36 eyni deyil. 3 həftə eləsək, 3 həftədə 3 oğlan, 9 oğlan hər həftə, bir oğlan və 3 qız tərk edir. 3 həftə eləsək, 3, 6, 9 qız tərk eləyir. Deməli, 35-dən 3 oğlan çıxanda qalacaq 32 oğlan, 9 qız çıxanda qalacaq 42. Bərabər eləmir axı. Tədrisin sonlarına yaxın. Hər həftə dərnəyi bir oğlan və 3 qız tərk edir. Neçə həftədən sonra dərnəkdə oğlanların və qızların sayı eyni olacaqdır. 3 həftə keçsə, 3 oğlan tərk edir. Hər həftəyə bir oğlan, hər həftəyə 3 qızdırsa, 3 oğlan və 9 qız tərk edəcək. 35-dən 3 çıxanda 32, 51-dən 9 çıxanda 42 eləyəcək. Bu cavabımız deyil. C-yə baxaq. C-də 35 5 həftədirsə 5 oğlan tərk eləyəcək. Həftəyə 3 qızdırsa 15 dənə də qız. 36, 36 bərabər deyil. 4 həftə olsa 4 oğlan, 12 qızdır. 31, 12-dirsə 39. Bu da bərabər deyil. 2 həftə olsa da yenə uyğun gəlir. Bunda hər hansı bir cavab alınmır. 152-dir. Sonra 153. Ləman şəkildə verilmiş kvadratları elə rəngləmək istəyir ki, rənglənən kvadratların ortaq tərəfi olmasın. O ən çox neçə kvadrat rəngləyə bilər? Ortaq tərəfi olmasın. Aha. Ən çox neçə kvadratı rəngləyə bilər? Ortaq tərəfləri olmasın. Bax, birinci bunu rəngləyə bilər. Ortaq heç bir tərəfi olmasın istəmirsə bunu rəngləyə bilər. Bunu və bunu. Neçə dənə rəngləyə bildi? Ortaq tərəfi olmasını istəmir.
Hər birindən ortaqdır. 1, 2, 5 dənə. Mən də sayıram. 5 dənə rəngləyə bilər. 154. 154'te deyir ki, olduqca simvolu ilə işarələnən ədədi tapın. Bu neçədir? 1, 2, 3, 4, 5. 5 dənə hansı ədəd? Variantlarla baxaq da. Variantlarda məsələn 4 qoysaq 20. 18'in üzerine 8 gelen deyiləcək 24 olmur. 5 qoysaq 5 dəfə 5 25. 10'un üzerine 8 gələndə 28 olmur. 6 qoysaq 6 dəfə 5 30. 12'in üstə 18 gələndə 30. Bəli, deməli cavabımız burada 6'dır. Dairələrin yerinə 6 yazırıq. 155. 30 və 40 ədədləri arasında olan ədədlərin neçəsi özünün sonuncu rəqəminə bölünür? Aha. Bunları ən asan tapmanın qaydası yazmaqdır. 33 8 39 40 ədədlər arasında. 31 bölünür. 33 bölünür. 32 2'ye bölünmür. 35 bölünmür. 36 deməli ədədlərin neçə özünün sonuncu rəqəminə bölünür. Aha. 2 5 36'ın 39 da götürürük də özünün rəqəmlərinə sonuncu rəqəminə bölünür. 3 bölü 9 3'te 1 alınır. Bu şəkildə yaza bilərik. 30 və 40 ədədlər arasında 4 bölü 0 0 şəklində alınır. Bu 4'ünü götürə bilərik. Cəbəndə. Sonra 156. Bir qutuda 49, 2 qutuda 125, 3 qutuda 100. Aha, 100. 4. qutuda 26 küçük kub var. Hansı qutudakı bütün kublardan istifadə edərək daha böyük kub quraşdırmaq olar? Hansı qutudakı bütün kublardan istifadə edərək daha böyük kub quraşdırmaq olar? Deməli. Burada birinci qutuda 49'du. İkinci qutuda 125'di. Üçüncüdə 100'dü. Dördüncüdə 76'dır. Burada en büyük hansıdırsa elə ondan da en büyük kub quraşdırma olar 2 B variantı. 157. 157. sualda deyir ki, həyətdə eyni sayda ördək, qaz, quzu və çəpiş var. Bu heyvanların başlarının birlikdə sayı nə qədər ola bilər? Eyni sayda deyirsə, aha, hamısının yəni bir dənə başı var. Ona görə neçə dənə heyvan var? 1, 2, 3, 4 dənə. İndi variantlara baxırıq ki, görək bu ədədlərin hansı 4'e bölünür? 6 bölünmür, 14 bölünmür, 22 bölünmürsə 28 bölünür. Deməli 7 dənə heyvan var və bunların da hərəsinin 4 başı olanda, hərəsindən 4 dənə olanda 28 dənə baş eləyəcək. 158. Elçin və Lalə çox mərtəbəli binada yaşayırlar. Lalə Elçingildən 15 mərtəbə aşağıda yaşayır. Lalə kitab almaq üçün Elçingilə gedirdi. O 7-ci mərtəbəyə çatanda yolun 1/3 hissəsini getmiş oldu. Aha. Elçin neçənci mərtəbədə yaşayır? Deməli 1/3 hissəsini getmiş oldu. 7-ci mərtəbəyə çatanda ümumi yolun 1/3 hissəsini getmiş oldu. Düzdürmü? Ümumi yolu bilmirik x-dır. Lalə 7-ci mərtəbəyə çatanda ümumi yolun 1/3 hissəsi 7'dir deyir. X bərabər 21'dirsə və bunlar arasında 21-ci mərtəbədədir. Hal-hazırda 21-ci mərtəbədədir. Düzdürmü? Və 7-ci mərtəbə 21'dən neçə çıxır? Lalə kitab almaq üçün Elçingilə gedirdi. O 7-ci mərtəbəyə çatanda yolun 1/3 hissəsini getmiş oldu. Hə, deməli burada nə yazırdıq? 7-ci mərtəbəyə çatanda yolun 1/3 hissəsini getmiş oldu. Bunların aralarındakı məsafə nə qədərdir? 7-ci mərtəbəyə çatanda ümumi yolun 1/3 hissəsini getmiş olursa, ümumi yolun 1/3 hissəsi 7'dirsə, 7'ni 1/3 hissəsi 7 olan ədəd 21'dir.
Düzmü deyirəm? Düzdür. Və 7-ci mərtəbədə ümumi 21-dirsə, 15 mərtəbə varsa 7-nin üstünə 15 mi gələk? 21-dən 15, 21-ci, 21-dən 7 çıxaq görək. 4, 14, düzdürmü? Layla Elçin'ə 15 mərtəbə aşağıda yerləşir. 15 mərtəbə aşağıda yerləşirsə, evdən çıxıb 7-ci mərtəbəyə çatıb, 15-in 7-sinə çatıbsa 8 mərtəbəsi qalıb. 21-dən 8-də çıxmaq olmur. Burada nəsə qarışıqlıq var. Məsələmizi bir də oxuyaq. Deyir ki, Elçin və Layla çox mərtəbəli binada yaşayırlar. Layla Elçingildən 15 mərtəbə aşağıda yaşayır. Layla kitab almaq üçün Elçingilə gedirdi. O 7-ci mərtəbəyə çatanda yolun 1/3 hissəsini getmiş oldu. Yolun 1/3 hissəsinin 5, 7. 15 mərtəbədirsə 7-ci mərtəbəyə çatıb. 1/3 hissəsi 5-dirsə 7-ci mərtəbədə 15-in 1/3 hissəsi 15-in 1/3 hissəsi deyək ki, 15 mərtəbə vardı aralarında. Ümumi yolun. Mərtəbələr bilmirik. Başqa mərtəbələrdən də qalxa bilər. Elçin neçənci mərtəbədə yaşayır? Deyək ki, Elçin 15-ci mərtəbədə yaşayır. Layla ilə aralarındakı məsafə də 15 mərtəbə olduğuna görə Layla da 30-cu mərtəbədə. Yox, Elçin 30-da yaşayır. Yox, belə bir variantımız yoxdur. Deməli, Layla Elçinlə gedirdi. Layla Elçin 15 mərtəbə aşağı. Elçin neçənci? Elçin 15-ci mərtəbədə yerləşirsə, Layla 0-da yerləşir. Düzdürmü? Ən aşağıda. 1-ci mərtəbə olur. -1-də. O 7-ci mərtəbəyə çatırsa, yolun 1/3 hissəsini. 17-ci mərtəbədə olsa, 15 mərtəbə aşağıda 2 mərtəbə. 7 mərtəbə gəlsə 9-cu mərtəbə və yolun 1/3 hissəsi. 9 17-nin 1/3 hissəsidirmi? 19-cu mərtəbədə olsa 17-ci mərtəbədədirsə 7. 19-cu mərtəbədə olsa Elçin. Layla olacaq 15 mərtəbə aşağı 4-cü mərtəbə. 7-ci mərtəbəyə çatanda 3 mərtəbə çıxdı və ümumi yolun 19-un 1/3 hissəsi. 21 olsa Layla olacaq 10. Layla olacaq 6-da. 7-ci mərtəbəyə çatanda yolun 3/3 hissəsini getdi. 21'in 3/3 hissəsi 7'dir. 21'dir cavabımız. D variantı. Yəni burada 15 mərtəbə qalıb və 7-ci mərtəbəyə çatanda yolun 3/3 hissəsini gedirsə, bayaqdan tapmışdıq 21 cavabımız idi. Sadəcə variantı götürmədik. Deməli. %59'da deyir, kitab səhifələməsi üçün 99 rəqəmdən istifadə olunub. Kitab neçə və hərəkətdən ibarətdir. Bu kitab səhifəsindən bağlı qrupa video atacağım. 159'da qalsın. 160 hansı ayda 5 bazar günü ola bilməz? Fevral ayı neçə gündən ibarət? Bir həftəmizdə, bir həftədə, bir ayda 4 həftə var. Düzdürmü? Fevral ayı 28'dən hesablasaq 4 həftə, 4 həftədə 4 bazar günü var. Avqust ayı 31'dəndirsə 7, 31'i 7'yə böləndə 4 həftə 5 bazar günü olmaz. 28 birinci günə hesablasaq dekabr. Burada məncə A variantıdır 28. Çünki burada bizim günlərimiz fərqli ola bilər. Və avqust ayında 7'yə böləndə qalaqlarımız qalır. Günlərimizdən hesablamamızdan asılı olaraq fevral ayında 28 tamamlandığına görə bizim bu bazar günü 5 dənə ola bilməz. Ona görə düşünmədən fevral ayını götürə bilərik. 161-ci sualda deyir ki, 2 rəqəmli ədədi 2 dəfə ardıcıl yazdıqda 12 dəfə artar. Məsələn 11 yazıram, 2 dəfə də ardıcıl yazıram. 11 neçə dəfə artır? 100
neçə dəfə artır? 101 dəfə. Düzdürmü? 111-dən 11 çıxanda 9. 101 dəfə artacaq. 2 rəqəmli ədədi, məsələn 1 yazmayaq da, 13-ü 2 dəfə yazsaq 101 dəfə artacaq. Yəni 13 vurulsun 101 vurulsun 13 3 0 3 1 0 1 olacaq 3 1 3 1 101 dəfə artacaq. C variantı. 161-ci sualımızın sonuna gəldik. 140-dan 161-ə qədər bir izah elədim. 120-dən 140-a qədər də bir izah eləyəcəm. Müşfiq Əliyevin bizim kitabının izah qrupu var. Hansı ki izah qrupumuza qoşulmaq üçün 5 manat ödəyirsiniz və kitabımızın bütün izahlarından tanış olursunuz. Həm PDF, həm də video şəkildə izahlar sizə təqdim olunur. Qoşulmaq istəyirsinizsə Telegramda bizlə əlaqə saxlayın. Qrupun linki kartı atağı ödəniş edin, sonra qruplarımıza istifadə edə bilərsiniz. İzlədiyinizə görə təşəkkürlər. Digər testlərdə görüşərik.